Ərzaq təhlükəsizliyi dedikdə biz eyni zamanda ərzaqın keyfiyyətini də nəzərdə tuturuq. Çünki bu məsələyə də çox böyük diqqət göstərilməlidir. Son zamanlar bu sahədə ciddi dönüş yaradılmışdır. Əvvəlki dövrdə deyə bilərəm ki, bu sahəyə ümumiyyətcə diqqətdən kənarda qalmışdır və yoxlamaları aparan qurumlar əfsuslar olsun ki, öz vəzifə borclarını layiqincə yerinə yetirmirdilər. Onların yoxlamaları formal xarakter daşıyırdı. Yaxud da ki, gedib hansısa yoxlamanın aparılmasından sonra qanunsuz tələblərdə də onlar iştirak edirdilər və beləliklə keyfiyyətsiz məhsullar, həm yerli, həm xarici mallar bizim bazarımızı bürümüşdür. Və bu insanın sağlamlığına çox böyük mənfi təsir göstərmişdir. Son müddət ərzində bu sahədə müsbətə doğru dəyişikliklər göz qabağındadır. Bu proses daim aparılmalıdır. Yerli sahibkarlar da bilməlidirlər ki, keyfiyyətsiz məhsul buraxsalar, onlar nəinki bazardan kənarlaşdırılacaqlar, cəzalandırılacaqlar. Ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramlarında da əhalinin təhlükəsiz ərzaqla təmin edilməsi xüsusi vurğulanaraq hökumətin əsas hədəflərindən birinə çevrilib. Elə bu məqsədlə İqtisadi İnkişaf Nazirliyi yanında anti-inhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti tərəfindən inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması, əmtəə və xidmət bazarlarında rəqabətin, istehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması, anti-inhisar, rəqabət, reklam, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, istehlak bazarında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət edilməsinə nəzarət məqsədi ilə tədbirlər həyata keçirilir. Əvvəlki illərdə olduğu kimi bu ildə İqtisadi İnkişaf Nazirliyi yanında anti-inhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidməti istehlakçıların hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərini davam etdirmişdir. 2012-ci ilin yanvar-mart ayları ərzində dövlət xidməti tərəfindən saxlama müddəti ötmüş, mənşəyi məlum olmayan, etiketləşdirilməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri, normativ sənədlərin tələblərinə cavab verməyən malların satışdan çıxarılması, eləcə də qiymət intizamına əməl edilməsinə nəzarət məqsədi ilə yoxlama və nəzarət tədbirlərini davam etdirmişdir. Həyata keçirilən nəzarət tədbirləri zamanı istehlak üçün yararsız olduğuna görə satışdan çıxarılmış 13,6 ton müxtəlif ərzaq məhsulları müvafiq qaydada məhv edilmişdir. Qanun pozuntusuna yol vermiş təsərrüfat subyektlərinə ümumilikdə 442,7 min manat inzibati cərimə tətbiq edilmişdir. İstehlak bazarında aparılan yoxlamalar zamanı ticarət, ictimai iaşə və digər növ xidmət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən saxlama müddəti ötmüş, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan mallar satılmaqla endirimlərin tətbiqi zamanı istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə etməklə istehlakçıların hüquqlarının pozulduğu aşkar olunur. İqtisadi İnkişaf Nazirliyi yanında anti-inhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidmətinin şöbə müdiri Məhəmməd Abdullayevin sözlərinə görə, müxtəlif malların istehsalı ilə məşğul olan təsərrüfat subyektlərində aparılan yoxlamalar zamanı bu təsərrüfat subyektləri tərəfindən gigiyenik və uyğunluq sertifikatları, habelə müvafiq reseptura olmadan ərzaq malları istehsal edildiyi, istehsal edilən məhsulların qanunvericilikdə müəyyən edilmiş qaydada etiketləşdirilmədiyi, saxlama temperaturu barədə düzgün olmayan məlumatın göstərildiyi, məhsulların üzərində göstərilən saxlama müddətinin heç bir normativ sənədə əsaslanmadan müəyyən edildiyi, saxlama temperaturu barədə düzgün olmayan məlumatın göstərildiyi, həmçinin məhsula dair bir sıra zəruri məlumatların ümumiyyətlə qeyd olunmadığı müəyyən edilib. Bəzi məhsullardan nümunələr götürülərək laboratoriyada müayinə edilmiş və nəticədə həmin məhsulların tərkibində zərərli mikroorqanizmlərin, maya göbələklərinin və bağırsaq çöpləri qrupundan olan bakteriyaların sayının normadan çox olduğu aşkarlanıb. Bu məhsullar mikrobioloji göstəricilərinə görə insan orqanizmi üçün təhlükəli qiymətləndirilmiş və aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar sözügedən müəssisələrə istehsalın dayandırılması barədə göstəriş verilib. Bundan başqa istehlak bazarında aparılan araşdırmalar zamanı istehlakçıların sərbəst seçim hüququnu təmin edən tələblərə tam şəkildə əməl edilmədiyi və nəticədə istehlakçıların sərbəst seçim hüquqlarının pozulması halları aşkar edilib. Endirimlərin tətbiqi zamanı qanunvericiliyin tələblərinə əməl edilməsi ilə bağlı təsərrüfat subyektlərində aparılmış yoxlamalar zamanı geyimlərin satışı mağazalarında istehlakçıların seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə edilməklə
istehlakçıların aldadıldığı müəyyən olunub. Belə ki, mağazaların ön tərəfində pəncərələrdə iri hərflərlə bütün mallara, yeni kolleksiyalara, açılışa özəl endirim, bayram endirimi sözləri yazılmasına baxmayaraq, mağazalarda satış zamanı endirimlərin ümumiyyətlə edilmədiyi və ya düzgün tətbiq edilmədiyi, yəni bir sıra çeşiddə geyimlərin qiymətlərinə endirim tətbiq olunduğu bildirilsə də, həmin geyimlərin etiketlərinin üzərində endirim barədə məlumatların göstərilmədiyi aşkar olunub. Bundan başqa, satışa daxil olmuş malların üzərindəki qiymət kağızlarında malın adı, növü, maddi məhsul şəxsin imzası və onun doldurulma tarixi göstərilməmiş, yoxlama zamanı reklamın ancaq xarici dildə yayımlanması müəyyən edilir. Aparılmış nəzarət tədbirləri nəticəsində mağazaların pəncərələrində yerləşdirilmiş istehlakçıların seçmə sərbəstliyinə təsir göstərməklə istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiq reklamların yayımı dayandırılmış, qanun pozuntusu aşkar edilmiş təsərrüfat subyektləri barəsində anti-inhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İstehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarının keyfiyyətli və təhlükəsiz mallarla təmin edilməsində inzibati tədbirlərlə yanaşı maarifləndirmənin də xüsusi rolu vardır. Bu məqsədlə Dövlət Xidməti maarifləndirmə tədbirləri həyata keçirir. 2012-ci ilin yanvar-mart aylarında da maarifləndirmə tədbirləri çərçivəsində 3 rayonda istehlakçı hüquqlarına dair konferanslar keçirilmişdir. Yetişməkdə olan gənc nəslin istehlakçı hüquqlarına dair biliklərini artırmaq məqsədi ilə 2 ali məktəbdə istehlakçı hüquqlarına dair seminarlar keçirilmişdir. Bundan əlavə Dövlət Xidməti tərəfindən müxtəlif yaddaş kitabçaların, broşürlərin çap edilərək istehlakçılar arasında paylanması işi də davam etdirilir. İqtisadi İnkişaf Nazirliyi aidiyyatı dövlət qurumları ilə birlikdə bu ilin mart ayında Novruz bayramı ilə əlaqədar satış yarmarkalarını təşkil edib. Xidmət rəsmisi deyir ki, 2012-ci ilin 1-ci rübündə süni qiymət artımının qarşısının alınmasına yönələn tədbirlər də davam etdirilmişdir. Bu tədbirlərdən biri də artıq ənənə halına çevrilmiş yarmarkaların təşkil edilməsidir. Bildiyiniz kimi İqtisadi İnkişaf Nazirliyi digər aidiyyatı dövlət qurumları və sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərinin müxtəlif yerlərində yarmarkalar təşkil edir. Bu il Novruz bayramı günlərində yenə də İqtisadi İnkişaf Nazirliyi digər aidiyyatı dövlət qurumları ilə birlikdə əhalinin artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin 11 müxtəlif yerində satış yarmarkaları təşkil edilmişdir. Bu yarmarkalarda qiymətlər faktiki bazar qiymətlərindən aşağı olduğu üçün yarmarkaların təşkil edilməsi bazarlarda qiymətlərin süni olaraq qaldırılmasının qarşısını almışdır. Bununla yanaşı bəzi məhsulların qiymətlərində ucuzlaşma da müşahidə edilmişdir. İstehlakçıların maarifləndirilməsi məqsədi ilə istehlakçıların hüquqlarına dair 13 adda 18 min ədəd buklet çap olunub və paylanıb. Sahibkarlıq subyektlərinin məlumatlandırılması və istehlakçı hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 900 ədəd yaddaş kitabçası hazırlanaraq sahibkarlar arasında yayılıb. Həyata keçirilən maarifləndirmə tədbirlərinin nəticəsi olaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 1-ci rübündə Dövlət Xidmətinə istehlakçıların hüquqlarının pozulması ilə bağlı daxil olan müraciətlərin sayı xeyli artmışdır. İstehlakçılar hüquqlarının müdafiəsində özləri daha fəal olmalıdırlar. Yəni aldadıldığını hesab edən, həmçinin hər hansı bir formada hüquqlarının pozulduğunu hesab edən istehlakçı buna biganə qalmamalıdır və dərhal aidiyyət üzrə müraciət etməlidir. Bunun üçün İqtisadi İnkişaf Nazirliyinin 195-2 nömrəsinə, həmçinin Dövlət Xidmətinin qaynar xətt telefonlarına 498-1501 və 498-1504 nömrəli telefonlara müraciət edə bilərlər. Bundan başqa istehlakçıların maarifləndirilməsi məqsədi ilə 15 adda mal və xidmət üzrə 16 maarifləndirici məlumat müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılıb və dərc edilib. Eyni zamanda istehlakçıların maarifləndirilməsi məqsədi ilə yayımlanan keyfiyyət möhürü verilişinin 11 buraxılışının hazırlanmasında ASTV ilə əməkdaşlıq edilib. Dövlət Xidmətinin fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi tədbirlər və onların nəticələri barədə məlumatlar kütləvi informasiya vasitələri ilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır. Sonda xidmət rəsmisi onu da diqqətə çatdırdı ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 1-ci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli çıxışı qarşıda yeni vəzifələr və tapşırıqlar qoyur. İstehlak bazarının tənzimlənməsi,
ən müxtəlif mal və məhsulların standartlara uyğunlaşdırılması, istehlakçıların hüquqlarının təmin olunması, onların zövqünə uyğun malların, xidmətlərin təklif edilməsi özündə bir neçə mərhələni əhatə edir. Mövcud qanunvericiliyə görə hər bir istehlakçı malları və xidmətləri seçərkən sərbəstdir və ticarət obyekti alıcıya lazımi keyfiyyətdə, təhlükəsizliyi təmin olunmuş mallar və xidmətlər təklif etməyə borcludur. İqtisadi İnkişaf Nazirliyi yanında anti-insar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidmət tərəfindən müntəzəm olaraq ölkənin istehlak bazarında satışa çıxarılan ərzaq məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri daim nəzarətdə saxlanılır. Bu məqsədlə vaxtaşırı olaraq ticarət obyektlərində istifadə müddəti ötmüş, yararsız, mənşəyə məlum olmayan ərzaq məhsullarının aşkar edilib satışdan çıxarılması istiqamətində tədbirlər davam etdirilir. Ötən həftə belə monitorinqlərdən birinin ünvanı Sumqayıt şəhəri 8-ci mikrorayon Bakı küçəsində yerləşən fiziki şəxs Aynurə Mənsimovaya məxsus ərzaq mağazası olub. Qarşıdan isti yay günləri gəlir. Əlimdə gördüyünüz bu sərinləşdirici içkinin istifadə müddəti çoxdan başa çatsa da hələ də satışdadır və istehlakçılar, yəni bizim kimi alıcılar fərqinə belə varmadan gəlirik, alırıq və evimizə aparırıq, çox rahatca da istifadə edirik. İstərsə də bu yarım fabrikat məhsulları, ət məhsulları, şirniyyat məhsulları olsun, fərqi yoxdur. Lakin bir şeyin fərqindəyik ki, bütün bunlar bizim sağlamlığımız üçün ciddi təhlükə mənbəyidir. Ona görə də istehlakçılar ərzaq məhsulu alarkən son dərəcə diqqətli olmalıdır. Mağazada aparılan nəzarət tədbirləri zamanı ümumi çəkisi 107 kiloqramdan artıq olan istifadəyə yararsız, saxlama müddəti ötmüş, etiketlənməsi normativ texniki sənədlərin tələblərinə uyğun olmayan müxtəlif ərzaq malları aşkar edilərək satışdan çıxarılıb. Həmin malların tərkibində təxminən 6 kiloqramdan artıq ət məhsulları, yəni kalbasa məhsulları vardır. Bundan başqa 20 kiloqrama yaxın şirniyyat məhsulları vardır ki, bunlar da saxlama müddətinin ötməsi səbəbi ilə satışdan çıxarılmışdır. Bildiyiniz kimi ət məhsulları xarab olmağa daha həssasdır. Bunların saxlama müddəti bitən kimi dərhal satışdan çıxarmaq lazımdır. Çünki həmin maddələrin, həmin məhsulların tərkibində saxlama müddəti bitdikdən sonra orqanizmə zərərli bakteriyaların əmələ gəlməsi sürətlə baş verir ki, bu da insanlara pis təsir göstərir. Bundan başqa satışdan çıxarılmış məhsulların tərkibində şirniyyat məhsulları, alkoqolsuz qazlaşdırılmış içkilər, süd məhsulları və digər məhsullar vardır. Hazırda əməkdaşlarımız tərəfindən bu məhsulların Azərbaycan Respublikası Nazirlər Kabinetinin istifadəyə yararsız yeyinti məhsullarının götürülməsi, zərərsizləşdirilməsi haqqında 27 nömrəli qərarına əsasən məhv edilməsi istiqamətində tədbirlər həyata keçirilməkdədir. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən fiziki şəxs Aynurə Mənsimova barəsində inzibati məsuliyyət tədbiri də tətbiq olunacaq.